Kolumbiyada bəzi kəndlilərin torpağı qazarkən milyonlarla dollar tapdığını bilirdiniz. Hətta bugün Kolumbiyaya gedib hansısa əkin sahəsində qazıntı aparsaz, biraz da bəxtiniz gətirsə, bəlkə siz də Pablo Escobar'ın gizlətdiyi pullardan tapa bildiniz. Məsələn, 2015-ci ildə bir kəndli torpaq sahəsinə su xətti çəkərkən 600 milyon dollar tapdığını bildirmişdi. Bu xəbər geniş müzakirələrə səbəb olsa da, hadisə heç vaxt rəsmi şəkildə təsdiqlənmədi. Amma belə hekayələrin ortaya çıxmasının bir səbəbi var. Pablo Escobar vaxtilə dünyanın ən varlı insanlarından biri idi və o qədər nağd pula sahib idi ki, pullarını qoymağa yer tapmırdı. Buna görə də sərvətinin bir hissəsini müxtəlif ərazilərdə torpağa basdırdığı barədə illərdir fərziyyələr var. Hətta Escobar'a yaxın olan bəzi şəxslər onun pulların gizlədildiyi yerləri göstərən xüsusi xəritəsinin olduğunu da iddia ediblər. Escobar 1993-cü ildə öldürüldükdən sonra isə həmin xəritənin də yoxa çıxdığı və bastırılan pulların böyük hissəsinin yerinin sirr olaraq qaldığı deyilir. Amma Kolumbiyalılar arasında başqa bir maraqlı versiya da yayılıb. İddialara görə Escobar'ın ölümündən sonra bəzi ərazilərdə polis və digər şəxslərin gizli qazıntılar apardığı görülüb. Yerli sakinlər isə onların məhz Escobar'ın milyonlarını axtardıqlarına inanırlar. Bugün də Kolumbiyada həmin pulları axtaran insanlar var. Hətta belə bir inanc da mövcuddur ki, Escobar'ın pullarını tapanlar bunu heç kimə demirlər. Çünki tapdıqları sərvətin əllərindən alınacağından qorxurlar. Ona görə də Pablo Escobar'ın torpağın altında nə qədər pulun qaldığı, harda gizlədildiyi və indiyə qədər nə qədərinin tapıldığı hələ də böyük sirr olaraq qalır.